Allah sənin uğurlarını həmişə böyle eləsin. Sən etibarsız bir dünyadır, fani bir dünyadır. Hər zaman gəlib bu kişini mən ziyarət edirəm. Azərbaycan xalqının böyük sənətkarı, xalq artisti, toy məktəbində Sabir Əliyev bir nömrədir. İndi yerindən turan deyil, ay mən beləyəm, ay eləyəm. Hamısı Sabir Əliyevdən bəhrələnir. Çünki vaxtında mənim verişim var idi. Hamısı gəlirdi, bayram yeni il çəkəndə, şənlik çəkəndə hamısı Sabir Əliyevdən deyirdi, ustad icazə versən oxuyum. Həqiqətən Sabir Əliyev bir toy məktəbində heç kəs hamı Sabir Əliyevdən bəhrələnir. İndiki oxuyanların hər kəs də deyir. Deyənlər də var, demənlər də var. Və dünən inanırsan, axşam rəhməti mənim yuxuma girmişdi. Sən də fikrimdə var idi ki, bugün də sabahda gələm, ziyarət edirəm onu. İsmət bugün. Amma sən də orada dostlardan söz düşdü ki, nə bilim, atamla danışanda yan dostlar, inanırsan, mən özümə borc bildim ki, bir neçə yerlər getdik, çəkdik. Elə ən gözəli də mənim üçün, həm xalqımız üçün, həm də özüm üçün də bir rahatlıq saparam ki, bir daha bunu sənin o çox baxılan reytingli verişində, Arbet kanalında, yəni bu sənətkarı belə deyək də, yad eləmək, onun bir ruhuna bir fatih oxumaq, onu bir ziyarət eləmək məncə daha yaxşı olar. Amma onun ölümü də bilsən də, o vaxt karantin, koronada rəhmətə getdi. O vaxtki dövrdə mən həmən bu avtomobilimlə mən gəldim burada. Yeganə bir adam idim ki, mən biraz təkəbbürlü çıxmaz, bayaq da vurladım. Tək mən gəldim, heç kəs gəlmədi. Amma Namiq deyirlər, məşhursansa, məşhurun ölümü də sözlü söhbətdə olur. Dedilər ki, Sabir müəllim dünyasını dəyişəndən sonra nəsə mal-mülk söhbətlərdə olub. Hə, çox oldu, elə şeylər oldu. İndi onu özləri bilər, özləri bilər. Amma bax, bunun görsən, bu üstünü, onun başçı oğlu var. İlkin çox dəyərli bir oğlandı, dostumuzdur. İlkin bu öz büdcəsindən bunu düzəldib, sağ olsun. Nə bilim, oğlu da gəlib arada ziyarət eləyir. Yoldaşı da gəlmişdi, o qabaqçı da bir dəfə evlənmişdi, yeganə xanım, o da gəlib ziyarət eləmişdi. Nəsə, sən insanlar dünyasını dəyişəndə biraz çox insanlar var ki, bu mal, mülk, belə şeylər olur. TikTokda zətdə də, sosial şəbəkələrdə də qarşıma çıxmışdı, amma... Bir dənə övladı var da, mal-mülk davasını kim eləyə bilər? Bir dənə də bir övladı, o iki evlad, bir dənə də başqa biri var idi, o bir səbəbdən. Bir sən necədir? Sabir... Onları arasındadır, ikisinin arasındadır mal-mülk. Mən istəyir, o özləri bilərlər, yəni lazım deyil, yəni sən olanın xəttinə deyər bəlkə də uşaqların buna baxanda, amma Sabir Əliyev, inandırım səni Yalçın, bax, bizim bir çox kanallarımız var da, mənim verişimdə 10 il düz dayanmadan həftədə 2 gün Münsif Jürik istismində əyləşirdi, rəhmətli, Allah rəhmət eləsin, rayondadır, Cəllabaddır, inşallah qismət olasa bir gün o tərəflər yönümüz çıxsa, gelib Teymur Mustafaevdir. Teymur Mustafaev oradaydı. Sabir Əliyev oradaydı, Cavanşir Məmmədov. Allah Rəhlə xanıma, Sadıq müəllimə can sağlıq versin oğlum. Yəni təsəvvür edin ki, bu kişinin bu vəfatında bir adam yox idi. Burada yalandan deyirlər ki, koronadır. Mən hətta o da vaxtı burada qəbrin üstündə burada dedim ki, yaxşı koronadır bildim. Gələrdiniz avtomobilinizə durub qıraqdan son mənzilə yola salardınız. Nə bilim, bax belə də. Gördüm bu dünyanın yaxşı pisini, dinlədim sevincin, qəmin səsini, duydum hər zövqünü, əyləncəsini. İndi xatirəyə dalan olmuşam. Sədə var. Hə, Allah rəhmət eləsin. Allah sənə rəhmət eləsin, ustad, böyük sənətkar. Ruhun qarşısında sənin baş əyirəm. Səni kimi bir şəxsiyyət incə sənət aləmində ikinci bir adam mən görmədim. Baxırdı, bir dənə oturduq rəhmətinə, biz qonşuyduq da, o gölün yanında o bina bara, üzbəyiz orada olurdu. Təsəvvür et ki, söhbət eləyirdik. Çox rəhmətli, o da subay idi, da ayrılmışdı. Mən də belə birdən deyirdi ki, dostum, elə sən subay, mən subay. Gedirdi, orada bir kafe var, orada düz o qədər yaxşı görünürsə yaxşı deyil, amma zəngələr yaxşı kebab verirlər orada. Rəhmətli həmişə yaxşı kebab. Bir dəfə qoymazdı ki, mən nə bilim, bir 10 il müddətində bəlkə 2 dəfə mən əlimi cimə atardım. Deyirdi ki, yox, dostum. Yəni, səxavətli bir adam idi da. Görsən, bugünkü də bu haqq dünyasında adamı mən onunla danışıram. Bir dənə müğənnilər çağırdılar onu. Bəziləri də getmədi. Deyirəm, Sabir müəllim, deyir, dostum, sən otururlar, deyirlər, bir sifəti yoxdur, bir üzləri yoxdur. O onun dalınca danışır, bu bunun dalınca danışır. Ona görə rəhmətli bax, onların çoxundan uzaq idi. Allah rəhmət eləsin. Yəni, özün də gördün də, onun rəhatında gəlməmişdilər ki, çoxlar. Amma ondan bir 10 gün sonra əməkdar mədəniyyətçisi Nalə Mir Məmmədli rəhmətə getdi. Tam oradaydı. O da karantin dövrü idi. Və yaxşı, niyə getmişdiniz? Bu şəxsiyyət idi. Bunların müğənnilər var. O dırnaq arası indiki o min sifətli bəziləri var. Yəni onların çoxu hansı ki, bunun rəhmətliyin sənətini 72 yaşında rəhmətə getdi. 70. Bizə necə oxuyurdu? O yaşda nə qədər toyları var idi onun. Allah rəhmət eləsin ustad.
Heyf səndən Sabir müəllim. Gör indi meydan kimlərə qalıb.